Hörmətli qonaqlar, hər biriniz bu tədbirə qədəm götürüb gəlmişsiniz. Qədəmləriniz mübarək olsun deyirəm. Çünki burada bugün bir igid qəhrəmanımızın doğum günü yubileyinə toplaşmışıq. 50 illik yubileyi. Yaşasaydı 50 yaşı olacaqdı. Amma vətən torpaqları o igidləri səslədi və boynuna aldı. Ana vətən deyib silaha sarıldı hər biri. Bu cür qəhrəman oğullar bugün yaşayırlar. Onlar cismən bizimlə olmasalar da ruhları bizlərlədir. Onların hər zaman xatirələri anılır, doğum günləri keçirilir, anım günləri keçirilir və bugün də biz o qəhrəman oğullardan birinin 50 illik, cənnətdəki 50 illik yubileyinə toplaşmışıq. Xahiş edirəm, Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda canını qurban vermiş oğullarımızın ruhlarını bir dəqiqəlik sükutla yad edəcəyik, amma dövlət himnimizdən sonra Ulu Öndər və şəhidlərimizin ruhunu Azərbaycan dövlətinin himni səsləndikdən sonra sükutu elan edəcəyik. Buyurun, hər birinizi dövlət himnimizi səsləməyə dəvət edirəm ki, ayaq üstə dinləsək və oxusaq nə xoş olar. Bir alqış və şəhidlərimizin və Ulu Öndərin ruhlarına xatir bir dəqiqəlik sükut. Allah rəhmət eləsin. Bəli, o yüksəkliklərdə Azərbaycan bayrağı dalğalansın deyə neçə oğullarımız canını fəda etdi. Vətən anamız, vətən bizim müqəddəsliyimiz, vətən bizim and yerimiz.
ana yurdum Azərbaycan. Nurlu sabahımız Azərbaycan. Parlaq gələcəyimiz Azərbaycan. Suverenliyimiz uğrunda canlarını fəda etdi vətən oğulları. Bu vətən, bu xalq heç bir zaman unutmaz. Azərbaycan adlı məmləkətin ərən oğulları hər zaman vətən üçün canlarını fəda etməyə hazır oldular. Vətənimiz olan Azərbaycan adlı məmləkətin uğrunda canını fəda edən hər kəsin mayası vətən sevgisi ilə yoğrulmuşdu. Bəli, dəyərli Əkbəroğlu. Bugün onun doğum günü, 50 illik yubileyinin işığına toplaşdı. Ana xanım ana, bəli, oğul itirmək elə də asan deyil. Hələ oğulu şəhid verib. İtkin olan anaların dərdi daha ağırdır. Biz illərdir şəhidlərimizi tanıyıb tanıdaq silsiləsindən olan tədbirlərimizi davam edirik. Hak yoludur. Bizim üçün, şəhidlər üçün unudulmaz və yaşardı. Bu oğullar Bakı, Sumqayıt, Şəki, Naxçıvan fərq etməz. Hansı bölgədə olursa olsun, hansı məkanda şəhid olubsa, hansı məkanda yaşayıbsa, heç birinin önəmi yoxdur. Şəhid adı gələndə hər birimizin sızlayan vicdanı, ağlayan gözləri və narahat qəlbi var. Ordumuz var. O ordunun bugün bu tədbirləri ərsəyə gəlməsində böyük rolu var. Bizim Flora anamız bu xidmətdə hər kəsə dayaq oldu, hər kəsə kömək etdi. Müəyyən şəhidlərimiz var idi ki, biz o şəhidlərimizi, ailələrini tanımırdıq. Amma bugün nə xoş bizə ki, o analar bizimlə bərabərdir, o bacılar bizimlə bərabərdir, o xanımlar, şəhid xanımları, şəhid oğulları, şəhid ataları, şəhid qardaşları, biz sizləri tanıyırıq. Əziz şəhid anaları, hər birinizi görməkdən məziz şəhid xanımları, bir üzü qız, bir üzü gəlin illərdir. Siz bugün o işlərin üstəsindən çox rahatlıqla gələ bilmişsiniz. Şəhid xanımlarının nə qədər əziyyət çəkdiyinin şahidi olmuşuq. O körpələr elə belədən boya başa çatmayıblar. Bəlkə də çoxsu tək böyüdü, bəlkə də çoxsu dünyasını dəyişib. Amma o xanımlar bugün sizləri öz aramızda görməkdən çox məmnunuq. Flora edib, bir toplam etmək və hər biri bugün Flora ana deyib, sizin yanınızda olduqları üçün xoşbəxtdirlər deyərdim. Buyurun, mən istərdim ki, məclisimizin, tədbirimizin ilk öncə başlıca səbəbi mən siz deyə sözü sizə verim. Çox sağ ol Arzu xanım. Allah sizə can sağlığı versin. Bəli, mən buradakı olan bütün analarımızı, balalarımızı, bacılarımızı, qardaşlarımızı, şəhid atalarına hamısını salamlayıram və deyirəm, ana xanım ananın adından deyirəm, xoş gəlmişsiniz. Bugün əli işığına yığışmışıq biz, əlinin işığına, onun 50 illik yubileyinə xoş gəlmişsiniz mənim əzizlərim. Bəli, bugün özü itkin olsa da, özü körpə olsa da, ancaq yaşı böyüyən əlimizin 50 yaşı tamam olur. Allah ana xanım ananın can sağlığı versin, uzun ömür versin ki, səbir dözüm versin ki, onun o gözəl balasından xəbər çıxsın. Mən hər gün dualar edirəm və deyirəm, xəbər çıxsın ki, bu itkinlərimizdən, qoy biz də sizin o sevinçli kədərinizə biz şərik olaq. Allah, bax, bəli, bu günləri Arzu xanım, biz heç kəs buradakı bir-birimizi tanımırdıq. Ancaq indi hamımız bir-birimizi anıyıq, bacıyıq, doğmuyıq. Bizi bu doğmalaşdıran şəhidlərimizi Allah rəhmət eləsin. Məqamları uca olsun, ruhları şad olsun. Bəli, biz bugün əlinin işığına yığışmışıq, əlinin tədbirinə yığışmışıq. Ancaq ondan əlavə 2 dənə də şəhidimizin burada bizim təqdimatı olacaq. Onları da biz burada yad eləyəcəyik. Hamısı analar, bəli, burada bizim Sümüzəl anamız, Elmira anamız da var,
Bizim burada Sevil kızımız da var, hansı ki Ülviye kızımız da var, hansı ki yolda, belki o birilerini ben bilmediğim de var. Hamısı bütün itkinlerden haber çıksın tezliklə. Allah sizləri var eləsin. Çox sağ ol qızım. Bu günləri siz mənim sözümü sahib gəldiniz. Mənlə Leyla xanıma da, Sahibə xanıma da, Dəniz qızıma da öz minnətdarlığımı bildirirəm ki, siz həmişə şəhid ailələrinin yanındasınız. Var olasınız, Allah yolunuzu açıq eləsin, uğurlarınız bol olsun. Təşəkkür edirəm ana, xoş sözlərə görə Tanrı sizin kimi anaları qorusun, yaşadır. Düzdür, şəhidlərimiz heç zaman unudulmayacaq. Nə qədər ki var Azərbaycanımız. Mən nəyə görə Floranaya ilk söz verdim? Çünki bu yaxınlarda fevral ayının 27-si biz Elşadımızın 50 illik yubileyini keçirdik. Bir dəfə o ziyarətgahlarda öz taytuşlarımı görürəm. Öz sinif yoldaşlarımı görürəm. Mənim üçün çox ağır olur ki, bizim dövrümüz müharibənin ən qaynar çağına düşdü. Biz gəncliyi yaşamadıq. Biz şəhidlər verdik və öz qardaşlarımızı, öz qonşularımızı, qohumlarımızı, onlar hamısı bizimdir. Artıq sizin bizim deyilən bir kəlmə yoxdur. Biz bütöv Azərbaycanıq və bütün şəhidlərimiz Azərbaycan xalqının tükənməz sərvətləridirlər. Sizin oğlunuz, qızınız, hər kəs bu günləri Əli haqqında xatirələr bölüşsün. Axı bugün biz onun işığına toplaşmışıq. Biz ana xanım ananın evində də olmuşuq bir neçə dəfə. Onu çox yaxından tanıyırıq. Onun çox nur bir üzü var, çox dəyərli sözləri var, görünüşü var. Amma bugün o qəlbindəki o dərdlə, o qəmlə, illərdir bala ağrısıyla yaşadığına baxmayaraq yenə də mərd-mərdanə ayaqdadır. O duruşuyla hər bir gəncə nümunədir. Ana xanım ana, bugün bəli, sizin oğlunuz itkin olmana baxmayaraq, amma bizim qəlbimizdədir. O bir gün olacaq ki, biz onun məzarı başına yığışacağıq. Bunu Tanrıdan biz istəyirik. İnşallah ki, bugün uzaqda deyil, yaxındadır. Elmirana, həmçinin İlhamımız, həmçinin ovri analarımız. Hər birinizə Tanrıdan səbir diləyirəm. Salam, xoş gəlmişsiniz. Məni sayıb bura bugün gələn tüm qonaqlar, qonaq deməyim, mənim ana bacılarım, qonşularım, qohumlarım, xoş gəlmişsiniz. Siz gələn yollara mənim canım qurban. Allah sizi var eləsin, Allah sizdən razı olsun dönə-dönə. Qurban olaram. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bir də bizə pis gün göstərməsin. Bugün düzdür, mənim Əli balamın ad günüdür. Bir yeri yurdu bilinməyən oğuldur. Düzdür, o da bir qəhrəmandır. Çünki o döyüşdə həlak oldu, müharibədə, Ağdərə uğrunda. Əziz ana, o torpağa qarışıb, torpağın artsın, vətən dedi, vətən oldu. Vətən torpaqlarında bugün biz xoşbəxt firavan yaşayaq deyə. Məhz Qarabağ torpaqlarını işğalçı düşmənlərə verməsinlər deyə öz şirin canlarını sipər etdilər düşmən gülləsinə və bütöv Azərbaycan oldular. Əziz bacım, xatirələriniz çoxdur bilirəm. Çox istərəm ki, Əli ilə bağlı xatirələri bölüşəsiniz bizimlə. Salam. Bugün Flor anamızın dediği kimi hər birimiz Əlinin işığına yığışmışıq. Şəhid Əli qardaşımın xatirəsi bizim üçün heç vaxt unudulmazdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yeri yurdu bəlli olmayan, bir tək gözümüzü yolda qoyan, hər gün indi gələr deyə nigaran qalan gözlərimizə Allah'tan təskinlik diləyirəm. Əlinin ömür kitabını, ömür talih kitabını yazılan bu gününü hamımıza bərabər vərəqləyirik. O çox gözəl qardaşıydı. Mənə tək qardaş yox, həm də sirdaşıydı. Günümüz bir yerdə keçirdi. Xatirimdə yazılan günlərdən
bir yerdə dərs hazırlamağımız, riyaziyyatdan mənə kömək eləməyi, onun mənə arzuladıqlarını, mənim ona məsləhətləşməklərim çox böyük olub. Hər gün, bugün baş verdiyi kimi onları hər gün xatırlayıram. Əli mənə deyirdi, bacı, heç vaxt çətinliklərdə sıxılma, daralma. Həmişə hər bir çətinliyin qarşısında dik dur. Qardaşım da özü bu cür oldu. Məğrur oldu, mərd oldu. Mənə göstərdiyi örnək nəticələri özü həyatda bütün Azərbaycana göstərdi. Sağ ol Əli, adınla həmişə fəxr edirik. Bütün şəhidlərimizin adı ilə fəxr edirik. Anamın gözünü yolda qoydun, düzdür. Nigaran qalıb səndən. Amma inanırıq, bizi yaradan Rəbbim bir gün hər birimizi bu nigarançılıqdan bitirəcək və bizi sevindirəcək. Öncə biz sakit boynu bükük dayansaq da, amma şükür torpaqlarımız alındı. Bugün bütün şəhid analarının qarşısında baş əyirəm və hər birinizə minnətdaram. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Qəhrəman oğulları, şəhidlərimiz, qazilərimiz bizə o bükülüb dayanan o vücudumuzu dik durmağa sövq etdilər. Bütövlüyü uğrunda əmilərinin, dayılarının, atalarının, bəlkə də heç o zaman dünyaya gəlməyən oğullarımız bugün onların qisasını qiyamətə qoymadılar. Gün o gün olacaq ki, itkinlərimiz də tapılacaq. Bəli, onlar diridirlər. Onlar zaten bizi görürlər. Amma bugün biz barışırıq olanlarla. Çünki suveren Azərbaycanımız uğrunda o cür qəhrəman oğullarımız öz qanlarıyla tarix yazdılar. Və balı onlar uca tutmalıdır. Alqış istəyirəm o şəhidlərimizə ki, bugün canlarını fəda etdilər ki, göz yaşı görməsinlər. Əziz qardaşım, yəqin ki, sizin də deyiləsi sözləriniz var. Əziz müəllimələr, dostlar, əziz qohumlar, hamınız xoş gəlmisiniz. Minnətdaram. Mən nə deyə bilərəm, Əli ilə tez-tez dostlaşırdıq. Nə yaşadı ki? Mən əsgərlikdə idim, gəlirdim. Mən tez-tezə başlayırdım dostlaşmağa, belə bir şey. Qoy o xatirələr qalsın məndə. Baş əyirəm qabağımızda şəhid analardır. Xoş gəlmisiniz. Allah sizdən razı olsun. Bir yerdə böyümüsünüz. Çox sağ olun, gəldiyiniz üçün var olasınız. Biz bugün burada Əlinin oxuduğu məktəb, 4 saylı Sumqayıt Orta Məktəbinin müəllim kollektivini bura dəvət etmək istəyirəm və istəyirəm onlar da Əli ilə bağlı xatirələrini bölüşsünlər. Və bizim bugün tədbirimiz davam edir. 2 daha şəhidimiz var ki, onların da bugün ruhunu yad edib ailələrinə təqdim edəcəyimiz hədiyyələrimiz də var. Amma o müəllimləri bura dəvət etmək istəyirəm. Əziz müəllimlərimiz. Buyurun, sizi bura dəvət etmək istəyirəm. Əli ilə olan xatirələri bugün bizə Əli ilə bağlı o xatirələri məhz sizin dilinizdən eşitmək istəyirik. İstəyirik ki, Əlinin oxuyub, boyab, başa çatdığı o məktəb. Yəni biz orta məktəbə gedəndə körpə uşaqlar oluruq. Amma orada böyüyüb, başa çatırıq və qəhrəmanlıq öyrənirik. Məhz siz müəllimlərimizin sayəsində o qəhrəman oğulları siz müəllimlər böyütmüsünüz. Xahiş edirəm ki, o xatirələri bizimlə də bölüşəsiniz. Çox sağ olun mənə söz verdiyiniz üçün. İlk öncə burada əyləşən şəhid balalarımızın valideynlərini, yoldaşlarını salamlayıram mən. Mənim üçün doğrudan da çox ağırdı bugün bu məclisdə iştirak eləmək, çıxış eləmək. Mən ilk öncə eşidəndə çox pis oldum. Yeganə xanım məni axtarır, tapıb. Və mənə dedi ki, bu məclisdə iştirak eləmək istəyirik ki, iştirak eləyəsiniz. Məmnuniyyətlə mən razı oldum. Mən çox gəldikcə çox fikirləşirdim. Mən necə gedim o məclisə, necə bu valideynlərin, bax bu şəhid
balalarımızın, valideynlərinin qarşısına çıxım, onların qarşısında mən necə çıxış edeyim? Mən üçün doğrudan da çox ağır idi. Mən neçə gündə onu ancaq fikirləşə gəlmişəm bura. Deyirsiniz xatirələr, yeganə çox gözəl danışdı. Siz, Arzu xanım, çox gözəl çıxış elədiniz. Ofeliya xanım çox gözəl çıxış elədi. Mən sizin kimi şəhid balalarımızın, valideynlərin qarşısında çıxış eləmək mənim üçün çox ağırdır. Və hər birinizin qarşısında mən baş əyirəm. Jurnalist, yazar, Yazıçılar Birliyinin üzvü Raziyə Kamil qızı bütün şəhid tədbirlərinin hər birində iştirak edən, harada şəhid adı çəkilirsə birbaşa ora yollanan və barələrində kitablar, jurnallar ərsəyə gətirən Raziyə xanım. Bir alqış istəyirəm Raziyə xanıma, ona görə ki, bu xanım Qarabağ torpağından olduğu üçün özünü bir mənəvi borcu olduğunu hiss edir və aslanın erkəyi dişisi olmur. Aslan hər zaman aslandır. O qəhrəman xanımlarımız bugün pərdə arxası qəhrəmanlıqlar göstərir, igidliklər göstərir və bugün onların da xidməti danılmazdır. Mən bir neçə xanımı bugün sizinlə tanış edəcəm və ilk öncə Raziyə xanıma söz vermək istəyirəm. Raziyə xanım, buyurun, əlimdə eləməz sizin əli haqqında yazılarınızla başladım cümlələrimi və onun barəsində deyiləcək sözləriniz olduğunu bilirəm və bu jurnal bugün Ana xanım anaya təqdim olunacaq. Raziyə xanımın ərsəyə gətirdiyi bu jurnal. Hər bir şəhid üçün yazılan kitablar və jurnallar. Buyurun Raziyə xanım, söz sizdədir. Çox sağ olun Arzu xanım, təşəkkür edirəm. Dəyərli qonaqlarımız, dəyərli analar, dəyərli qonaqlarımız, hər birinizi bir daha salamlayıram. Arzu xanım məni o qədər çox istəyir ki, inşallah Arzu xanım o gün olar əməkdar jurnalistə olaram. Çox sağ ol, var ol Günan, təşəkkür edirəm və minnətdarlığımı bildirirəm ki, bugün elə tədbirə ilk öncə mənim yazdığım, Əli haqqında yazdığım cümlələrlə başladınız. Nə xoş mənim halıma ki, belə qəhrəman oğullar haqqında yazmağı Allah mənə talant verib, güc verib, qüvvət verib, o oğullar haqqında yazılarımı yazıram. Anaların köz basmış ürəklərinə az da olsa bir sərinlik gətirirəm. Bəli, bu oğullar məhz mənim doğulub boya başa çatdığım torpaqlar uğrunda canlarını fəda etdilər. Bu oğullar bəlkə də içinizdə elə oğullar var ki, yəni analar, sizin evlatlarınız olub ki, mənim yaşadığım məhəlləni, mənim oxuduğum məktəbin uğrunda gedən savaşlarda sizin oğullarınız şəhidlik zirvəsinə ucaldılar. Sənin üçün mən nə qədər dərd çəkirəm, Əli balam. Bugün sənin ad günündür. Mövlud günündür, bəli. Gözlərimiz nəmlə dolur, ürəyimiz qəmlə dolur hər zaman. Bütün dostlar, tanışlar, hər biri bugün sənsiz keçən ad gününə toplaşıblar. Sənsiz keçən ad günündə mübarəkdir, igid balam, oğul balam, şəhid balam. Və mən Ana xanım ana bu yaxınlarda bir yazı yazdım. O mənim Əli haqqında yazdığım bir essedir. İstəyirəm elə burada hər kəsin huzurunda onu oxuyun, sizlər də dinləyəsiniz. Sakit axır göz yaşları Ana xanım ananın. Gözləri yollardadır, balasını haraylayır. Gözünü oğlunun getdiyi yollara zilləyib baxır. Əli gedən o yolda sanki əlinin izləri qalıb. Ay oğlu hardasan, mənə sən anan qurban. Döyüşdün Ağdamda, sən Qarabağda, vətən torpağını sən azad etdin. Verdiyin sözü tutdun, amma özün gəlmədin. Gözlərim bugün də yoldadır, səni gözləyirəm, mənim qəhrəman balam. Bu vətən unutmadı səni, igid oğlum, bu xalq unutmadı səni, mənim balam. Vətənini sevən oğul, kaş illəri geri dönəydi, kaş ki sən geri dönəydin, mənim əziz balam. Sənli bəxtəvər günlərə dönmək istəyirəm.
Səninlə mənim oğlum danışıb gülmək istəyirəm. Sən mənim axı gözümün nurusan, qəhrəman balamsan, Əli balam. Bugün səninlə qürur duyuram mənim oğlum. Bugün sən gedən yollara göz yaşlarımla bir iz salmışam. Ürəyimin yanğısıyla bir haray salmışam. Bugün səni gözləyirəm. Hər qapı döyüləndə, telefon zəngi gələndə, bəlkə Əlidir gələn deyirəm. O gün gələr mənim anam. O gün olar ana xanım ana, Əlinin səsi sorağı gələr. Bugün mən bütün analara, bütün şəhid ailələrinə, bütün bacılara Allah'tan, şəhid xanımlarına Allah'tan səbir diləyirəm. Bugün igid qəhrəman oğullarımız canlarını qurban verdilər. Ana vətən torpağı üçün canlarını fəda etdilər. Ana qucağından isti məhz vətən torpağını seçdilər ki, bizim gələcək nəsillər bu torpaq üzərində firavan, qayğısız, şad xürrəm yaşasınlar. Bəli, Ali Başkomandanın müdrik siyasəti, güclü, rəşadətli müzəffər ordumuzun qolu, gücü, dəmir yumruğu sayəsində bugün torpaqlarımız azaddır. Üç rəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Arzu xanım qeyd etdi, biz tez-tez mütəmadi olaraq Qarabağa gedirik və orada tədbirlər hazırlayırıq. Tədbirlər olur, bizləri dəvət edirlər, təqdimatlarımız olur. Onu da qeyd edim ki, mən Azərbaycan Yazıçılar Birliyinin üzvü 24 kitab müəllifiyəm. Yazdığım kitabların hər biri də bax qəhrəman oğulların məhz xatirəsinə həsr olunub. Mənə o gücü qüvvəti verən də məhz siz şəhid ailələrisiz. Hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Bugün Arzu xanım, əlinizdə gördüyünüz jurnalı biz ailəyə təqdim edəcəyik. Elə bax bu jurnalın əlçiyə gəlməyində mən bizim ağırlıqçəyimiz olan Flora Anıya təşəkkür edirəm ki, o mənə dəstək oldu. Bizim bu jurnalımız işıq üzü gördü. Mən sizə təşəkkürümü bildirirəm hər birinizə ayrı-ayrılıqda. Mənim nə xoş halıma tel qələmə aldığım yazılar Əli qardaşımızın ev muzeyində yer alacaq. Bəlkə Allah bizə o günü nəsib eləyəcək. Əli özü dönüb gəlib mənim qələmə aldıqlarımı özü oxuyacaq. Bəlkə o evdə xatirələrim qalmışdı. Uşaqlığım, gəncliyim o evdə keçmişdi. Mən bu düşmənlər torpaqlarımızı işğal edəndə mən də Əli kimi gənc idim. Mənim də az yaşım vardı. Amma bugün qürurluyam. Bugün gözümdən sevinç yaşları axır ki, Əlilərin qisası alındı. Bizim torpaqlarımız azad oldu. Dədə baba yurdumuza qayıtdı. Mən igid qəhrəman oğulların ruhu qarşısında ehtiramla baş əyirəm. O analarımıza, bacılarımıza, atalarımıza sonsuz təşəkkürümü bildirirəm. Çox sağ ol Flora ana, mən sizə bir daha bildirişim. Ana xanım ana, qarşınızda ehtiramla baş əyirəm. Və bu jurnalı elə ailəmiz adından, necə deyərlər, şəhid ailələrimiz adından, Flora ananın təqdimatı ilə istəyirik ki, sizə təqdim edək və bu jurnal inanıram ki, sevilə-sevilə sizin evdə və əli sevənlər hər biri bu jurnalı oxuyacaqlar. Mən həmişə çalışıram məğrur dayanım. Ama bugün göz yaşlarıma hakim olabilirim. Çok sağ olun Raziye Hanım, çok razıyam. Allah köməyiniz olsun. Yazan əlləriniz ağrımasın, dərs görməsin. Sizlərə hamıza kurban, Allah ayırsın. Çok sağ olun Əzizələr. Raziye Hanım, bu günlər sizindir. Təşəkkür edirik sizə. Çok sağ olun ki, her zaman yanımızdasınız, şəhid ailələrin yanındasınız. Teşekkür ederim size. Buyurun, yerlerinize var sizin. Ben buna... Adlı xoş gördük, gələn olanlar, şəhid anaları, şəhid ataları, qardaşları. İnşallah ki, şəhidlər ölməyib, hamısı sağ olun. Həqiqətən hər birimizdə yaşayır. Əli mənim sevgili olaşım
11 il sinifdə oxumuşum. Xidmətə bir vaxtı getdik, sadəcə olaraq o məni yola saldı və ona bir sən getmə, sənin qardaşın əskərlikdədir, o gələndən sonra gedərsən. Dedi ki, sən gəlsənsən, mən sənsiz neyəcəm burada, çox yaxın dost olmuşuq. Uşaqlığımız bir yerdə keçir. Bir məktəb oxumaq elə belə deyil, 11 il. Əli düşündüyüm qədər sevmiş bir oğlan idi. Düşünürəm ki, o itkin düşünsə də, hasansa qayda gələr, yəni bir sürürdür o. Yəni, mən illərdir gözləyirəm ki, o hasası gələcəyə qədər. Yəni, ümid Allahdandır. Yəni, dünyanın için bilmək olmaz. Yəni, vaxt zaman gələr, ümid edirik, hasasa qayda gələr, araxan qalar. Yəni, inşallah o yolu gözləyirik. Aman bir oğulla oxumağın özü böyük bir şərəfdir ki, o şərəfi bizə nəsə oğullar verir ki, biz bugün onlar haqqında ürəklə sevə-sevə danışa bilirik ki, bizim məktəb yoldaşımız, sinif yoldaşımız, parta yoldaşımız şəhiddir. Baxın, bu nə qədər ali bir məqamdır. Sağ olun, hamınız hoş geldiniz. Ben de adım Şahalıq Dostuyam. Nəyinsə əlini, əlin atası rəhmətli Əşbər çıxır, mənim atam, sağ olun. Hamısı dost oldu, ailəli dost olmuş. Biz de o vaxtı müharibə başlarına hamı qaldılar, birimdə əli gedir. Sonra sağ gedir, sonra mən gelmişəm 93-cü yıl. Əli şəhid olub, sağ olub, bilmirik, onda hamı istəyərdi ki, ona vaxtsa qarşısın, gəlsin, yenə əlinin dostluğunda olsun, anasının yanında olsun. Sağ olun. Məsələni bilirsiniz nəylə mən sizə verə bilirəm. Bizim məclisimizdə 2 oğlu itirmiş analarımız da var. Hiç yadigarı qalmayan analarımız da var. Bugün bizim tədbirimizdə nişanəsi olmayan, evin tək oğlu olan oğullarımızın anaları da var. Əziz analarımız nümunə olmalıdır ki, o anaların yanında gəlib bizim danışası sözümüz olmasın. Əziz itin anaları, 2 oğul itirən, qız evladı itirən analarımız. Hər birinizin dərdi-dərdimizdir, sevinci-sevincimiz. Bizim üçün sizlərin yanında olmağın özü böyük bir şərəfdir. Əhmədova, Leyla xanım bizim ölkəmizin hüdudlarından kənarda yaşasa da, Rostov vilayətində yaşayır illərdir. Amma onun qəlbi hər zaman vətən sevgisi ilə döyünür. Və Leyla xanım illərdir o şəhidlərimizin tədbirlərini həyata keçirib, analarının yanında olub, analarına hədiyyələr hədiyyə edib. Leyla xanımın gördüyü işlər heç vaxt heç kəsin yadından çıxa bilməz, heç kəs onu unuda bilməz. Onu da vurğulayım ki, Leyla xanım elə bir missiyanı yerinə getirir ki, bugün onu heç sanmaq olmaz. Bəli, Ukrayna-Rusiya müharibəsində şəhadətə qovuşmuş Azərbaycan oğullarımızın nəşrlərinin Azərbaycana, Bakı şəhərinə, rayonlarına gəlməsinin məhz əsas və birinci səbəbkarı Leyla xanımdır. O nəşrlərin öz ailələrinə təhvil verən o Leyla xanımdır ki, itkin düşmüş Azərbaycan oğullarını Azərbaycan qadını kimi, Azərbaycan anası kimi yerinə getirir o missiyanı ki, qoy analar oğullarının heç olmasa nəşini dəfn edib məzar üstündə ağlayabilsinlər. Leyla xanım o cür qəhrəman xanımlardandır ki, bugün vəzifə borcunu, analıq borcunu, Azərbaycan qadını borcunu layiqincə yerinə getirir. Leyla xanım, nə desək şəninizə azdır. Bugün sizin də İstərdim ki, anaya verilməsi hədiyyəniz var, deyiləsi sözləriniz var. Bugün bu xoş sözləri sizdən eşitmək bizə də xoşdur. Buyurun. Çox sağ ol Arzu xanım. Hər birinizi salamlayıram. Burada həqiqətən ki, şəhid anaları oturtdum. Onların qarşısında danışmaq doğrudan çətindir. Mən bütün şəhid anaların qarşısında baş əyirəm. Burana sizə təşəkkürünü bildirirəm ki, belə qəhrəman oğulların, analarınla bizlər tanış edirsiniz, yaxın olmuşuq. Mən özüm uzun illərdir Rusiyada yaşayıram, ancaq özüm Borçaldanam. 20-ci ildə 44 gün müharibədə
bu müharibə oldu, bizim işğaldan azad olundu torpaqlarımız. Ondan bu yana mən Azərbaycana o qədər bağlandım ki, hər demək olar ki 3 aydan bir, 4 aydan bir tez-tez bura gəlirəm. Özümə borc verirəm, hər gəlişimdə atamı, anamı ziyarət eləməmiş birinci şəhidlər xiyabanını ziyarət edirəm. Sağ olsun Arzu xanım, bir sırası mən deyirəm ki, məni birinci şəhidlər xiyabanına aparın. Burada hər analara baxdıqca, hər analara danışdıqca ürəyimiz üzülür. Ancaq bu şəhidlər bizi o qədər doğmalaşdırıbdır. Bütün analar, bacılar, hər birinizin qarşınızda baş əyirəm. Qürur duyuram bizim vətənimizlə, bizim Azərbaycanımızla, bizim Ali Baş Komandamızla. Bizim alnımız açıq oldu. Biz qürbət yerdə yaşayırıq. Elə bir yerdə yaşayırıq, qonşu düşmanlarla bir yerdə demək olar ki, üz-üzə gəlirdik. Həmişə başımız aşağı idi. Ancaq indi hər birimizin alnımız açıq, gözümüz üstünə baxıb sözümüzü deyə bilirik. Çox sağ olun. Mən istərdim ki, mənim gözəl ana xanım anamız bir dəqiqə sizə istərdim ki, buraya gələsiniz. Allah bütün analara indən belə ürəkləri sevinsin, üzləri görsün. Ana xanım ana, mən çox istərdim ki, hər biriniz qara yaylağı açasınız. İndən belə gözəl bir yaylaq, gözəl günlər olsun. Var olun hər birinizə. Hər birinizə təşəkkür edirəm analar. Sağ olun. Çox sağ olun Leyla xanım. Sizin kimi Azərbaycan xanımları bizim doğrudan da başımızın tacıdır. Raziyə xanım, çox sağ olun ki, sözünüz var idi. Yox, elə onu demək istəyirdim ki, biz belə məsləhətləşdik ki, elə qara yaylığı analarımız açsın, o gün olsun ki, 50 dələndə anamız yaylığının rəngini tamamilə dəyişsin, inşallah. Qarabağ torpağından olan daha bir vətənpərvər xanımımızı bura dəvət etmək istəyirəm. Sahibə Rəşid, şairə yazar, bütün şəhidlərin demək olar ki, hər birinin adına şeirlər yazan və Sahibə xanımın burada təqdimat edəcəyi hədiyəsi var ana xanım anıya. Sahibə xanım Ağdam torpağındandır. Bəli, Sahibə xanımın vətəni uğrunda, yox ha, hər birimizin vətənimiz uğrunda oğullar şəhadətə qovuşub. Sahibə xanım, buyurun, siz də öz ürək sözlərinizi ana xanım anıya çatdırın şəhidimizin dilindən. Salamlayıram hər birinizi, əziz analar, əziz xanımlar. Və deyirəm ki, həsrətinə qurban olun. Ana xanım, ana, Sünzər ana, Elmir ana, həsrətinizə qurban olun. Allah bu həsrətinizi sona erdirsin. Amin. Çox sağ olun. Səni ant verirəm adına Allah. Səni ant verirəm adına Allah. Şad eylə sən məni. Nə olar bir sabah. İllərdir balamı gözləyirəm mən. İmdad diləyirəm illərdir səndən. Bilmirəm göydəyəm, ya da ki yerdə. Dağ da əriyərdi bu boyda dərdə. Hər gün ağlamaqdan kör oldu gözüm. Vallah bitib tabur, yox daha dözüm. Ayrılıb canımdan, can, yanıram mən. Əlim deyə odlanıram mən. Hər günü özümə sanıram haram. Bu dünyada hələ mən necə varam. Gəlmişdi yuxuma balam o gecə. Baxırdı üzümə səssiz, sakitcə. Sevinçdən dilim heç söz də tutmadı. Əlimi uzatdım, əlim çatmadı. Ey uca yaradan, üsyan etmirəm. Benim də, alan da sənsən, bilirəm. Amma səndən bircə istəyim budur. Məni əlim ilə nə olar qovuşdur. Anaya verəsi hədiyələr də var. Onları da onlardan qəbul edək. Buyurun Pəri xanım, buyurun. Yaxınlaşın, siz də hədiyələrinizi təqdim edin ana xanım anaya. Buyurun. Bildiyimiz kimi bizim öz qrupumuz var. Sumqayıt şəhid ailələri, bu 90-cı illər şəhid ailələridir. Yəni birinci Qarabağ şəhid ailələri. Biz həmişə tədbirlərdə öz tədbirimizi sayırıq, şəhidimizi yəni anmağı özümüzə borc bilirik. Həm də bizim qrupun belə bir ənənəsi var.
layiq olaraq bütün şəhid ailələrinə qrup adından hədiyyə edirik. İstəyirik ki, bu şəhidin güşəsində qrup adından olsun, yəni ona baxarkən bizlər yada düşək. Məqsədimiz, amalımız budur. Deyirəm ki, mən Qərbi Azərbaycanlıyam, belə bir arzum var. O mənim içimdən gələn bir vətənpərvərlik hissidir. İstəyərdim biz belə bir ailə olaraq gün olsun Zəngəzurumuzda, Göyçəmizdə, Borçalımızda belə bir tədbir keçirir, az da olsa. Burada gözəl xanımlarımız var, fəxrimiz var. Yəni yaxından, uzaqdan gələn şairlərimiz, Borçaldan gələn gözəl bir xanımımız var. Çox gözəl fikirlər verir. Şəhidlərimizə dəyər verir. Şəhidlərimizi demək olar ki, bizim qanımıza, canımıza işləyən sözlərlə ifadə edir. Sağ olun, var olun, hər birinizə təşəkkür edirəm. Və Arzu xanım, sizə təşəkkür edirəm. Sizin kimi anamızın qarşısında baş əyirəm ki, siz bizim başladığımız olan şəhidləri belə qiymət verib, gözəl sözlərinizlə oxşuyursunuz. Hər ananın dərdinə məlhəm edirsiniz. Ailələrimizə, bizim burada da 2 şəhidimiz də yad olunur. Bugün bura dəvət edək o şəhid xanımlarını. Zümrüt qızım, bir dəqiqə mənim yanıma gəl. Sən çünki bütün şəhidlərin bacısısan. Sən mənim ailəmin qızısan, bütün şəhidlərimin bacısısan. Ona görə də mən istəyirəm ki, bugünkü təqdimatımızı da sən eləyəsən, bütün hədiyyələrimizi də ana xanım anaya hədiyyə eləyəsən. Bəli, biz də bugün əli boş gəlməmişik bu tədbirə. Bizim də ailənin bir ənənəsi var. Biz hansı bir tədbirə gediriksə də, orada bir kiçik də olsa bir, elədir ki, onların ürəyinə məlhəm olan bir hədiyyələr verilir. Ona görə də Allah bütün şəhidlərimizi rəhmət eləsin. Hamısını biz bəli, bütün qapılara, hansına gedirik, bizim özümüzün, tədbirimizin simvolları var. Bəli. Florana, o simvolik hədiyyələri istəyirəm təqdim eləsiniz. Simvolik şeylər, bəli, bir-bir hamısının adlarını qoyuyorlar. Bayrağımızın atırıb, üçüncü bayrağını, ana xanımına, Bəli, Zümrüt xanım, canım ana simvolik hədiyyəmizdir, ailəmiz adından tərkib verilir hər zaman analara. Harada olursa olar, o canım ana mütləqdir ki, yaşayan analara təqdim olunur. Bəli, bu cür simvolik hədiyyələrimiz ailəmiz adından hədiyyə olmuş şəhid ailələrinə. Bayrağımız, kalendarımız, şəhidlərə aid olan nə varsa hər biri şəhid ailələrinə təqdim olunur. Əzizlərim, bəli, şəhidlərimizin adı olan hər bir hədiyyə bizim üçün çox dəyərlidir. Yoldaşımızın əziz xatirəsini əziz tutaraq sizi istəyirik, dəvət edək. Təqdimatımızın artıq sonuna yaxınlaşmışıq. Hər kəsdən xahiş edirəm bu təqdimatımıza da diqqətlə qulaq asaq. Narin xanım, onun da yoldaşı şəhiddir, amma özü müəyyən səbəblərdən bugün burada iştirak edə bilmir. Canım yoldaşım və Sahibə xanımın hədiyyəsi ona hədiyyədir. Bir də Leyla xanımın kəlağayısı ona hədiyyədir. Zümrüt xanım, çox sağ olun. Bəli, Narin xanıma təqdim olunacaq. Ağdam yurdundandır. Bəli, Ağdam elindəndir. Hər bir şəhid bizim üçün qəhrəmandır. Təxminə xanım, bayraqları var, simvolik hədiyyələr. Gördüyünüz nə qədər simvolik hədiyyələr varsa, hər biri şəhid ailəmiz üçün hazırlanıb. Xüsusən özlərinin adları ora yazılır, onların barəsində şeirlər yazılır və hər şəhidə məxsus hazırlanır. Bu bayraq uğrunda canlarını fəda etdilər. Azərbaycan torpaqları uğrunda canlarını fəda edən şəhidlərimiz uca zirvələrdə Azərbaycan bayrağının, 3 rəngli o bayrağın yüksəkliklərdə dalğalanması üçün o oğullarımız canlarını fəda etdilər. Məqamınız ucadır. Necə ki o ucalıqda bayrağı görmək istədiniz, əziz şəhid qardaşlarım. Sahibə xanımın da şeir tövfəsi var.
Arzu xanım. Bəli. Bu jurnalımız da yine Flora xanımın təşkilatçılığı ilə, bu jurnalımız da yine Flora ananın təşkilatçılığı ilə ərsiyə gəlib, onu Təhnirə xanıma hədiyyə edirik. Ramizin ev muzeyinə. Buyurun. Çox sağ olun Raziyə xanım, çox sağ olun Flora ana, çox sağ olun ki, bu ailəni birləşdirib bir yerdə saxlaya bilirsiniz. Ailə özü kiçik bir dövlətdir. Bu dövlətin başında necə ki, Ali Baş Komandanımız dəmir yumruğu altında bütün Azərbaycan olaraq birləşdirib Qarabağ torpaqlarını işğaldan azad etdi. Və bugün də hər birimiz o ailələr cəm olaraq, birləşərək şəhid ailələrinin, şəhid xanımlarının, şəhid evladlarının yanında ola bilirik. Əzizimiz Flora ana, biz sizə dərin minnətdarlığımızı bildiririk. Biz sizə təşəkkür edirik ki, bu gənc xanımları, bəlkə də onlar heç biri bir-birindən xəbəri yox idi, heç biri bir-birini tanımırdı. Bəlkə də onların həyat yoldaşları məhz sizin oğullarınızla bir yerdə çiyin-çiyinə döyüşərək qəhrəmancasına şəhadətə qovuşdular. O oğullar ki, məqamları, məramları, məqsədləri bir idi. Vətən torpaqlarını düşmənə verməsinlər deyə bu yola çıxmışdılar. Baxmayaraq ki, heç birini tanımırdı. Amma bugün onların ailələri bir yerdədir. Bugün onların doğmaları doğmalaşıb bir-biri ilə. Ruhunuz şad olsun, əziz şəhidlərim. Olaraq gözlərini dikir, gözlərini o yollara dikərək o yollarda oğlunu soraqlayır. Dağlar mənim balam hardır deyir. Elmira ana, sizi istəyirəm bura dəvət edin. Bəli, Fərrux dağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək anası Elmira ana. Sizə Leyla xanımın məhz ürəyinin içindən gələn bir hədiyyəsi var. İstəyirik ki, o hədiyyəni elə hər zaman İlham necə sizin ürəyinizdə, elə üzərinizdə də elə daşıyasınız. Bu Leyla xanımın sizə hədiyyəsidir. Təşəkkür edirəm sizə. Çox sağ olun Leyla xanım, çox sağ olun Raziyə xanım. Elmira ana, mən bu yaxınlarda Qarabağ torpaqları, Elmira ana, sizi bir Ağdamda məktəbə aparacağım. Orada 8 şəhid var, itkin şəhid, məzarı olmayan şəhid ki, onlar da İlhamla bir yerdə məhz Fərrux dağı uğrunda gedən döyüşlərdə şəhadətə qovuşublar. Və dedim ki, Arzu qızım, məni ora apar. Bəli, mən sizi ora aparacağım. Bir məktəbin 11 şəhidi, amma onun 8'inin məzarı yoxdur. Bəli, dərdiniz eynidir, dərdiniz, qəminiz eynidir. Dərd yoldaşı, sirdaşı, siz anaları bir yerə yığıb, mən məhz o analarla görüşdürəcəm. Bəlkə də yox, bu elə belədir ki, o oğullar bir yerdə döyüşüb və bir yerdə itkin düşüblər. Salam, hamınızı xoş gördük. Hamınız xala, bu yolu biz yaptırmıyoruz. Gün o gün olsun ki, belə yığıncağı tapılsın. Necə olur olsun tapılsın. Bircə həyatıyla mən bu sözü... Əziz analar, yaşasın Azərbaycanımız ki, biz o oğulları qurban verdik. Torpaq olub vətənə qarışdılar, vətən torpağı oldular. Təsəllini bu cür verə bilirik Elmira ana, ana xanım ana, əziz itkin analarımız, itkin yoldaşlarımız. Şəhid Əfqanımızın yoldaşı Sevil ana. Bugün sizin də burada hədiyəniz var. Ayın 23'ünde anım günü olduğu için biz o hədiyələri təqdim edə bilmədik. Amma bugün istəyirik ki, siz buna yaxınlaşasınız və biz o hədiyələri sizə təqdim edək. Sevil ana. Çox edək. Buyurun. Bəli, Sevil ana, biz də ayın 23'ünde, fevral ayının 23'ünde Əfqan şəhidimin anım günüydü. Sevil ana məni dəvət eləmişdi o tədbirə. Ancaq havalar elə oldu, o buz yollar buz bağladı. Mənim də özümün, uşağımın elə nə vaxtında mən gələ bilmədim. Yəni biz Arzu xanım, Raziyə xanım, Leyla xanımca, Zümrüt qızımca hazırlaşmışdıq qızlarımızla gələk. Ona görə gələ bilmədik, bizi üzülürsə. Ancaq o bizim yadımızdan çıxmadı. Bəli, biz onun da hədiyəsini sizə təqdim edirik. Allah sizə can sağlığı versin.
Onu bilin ki, nə Sumqayıt, nə Bakı, hamımız birik. Bütün şəhidlər bizimdir. Mən inanın ki, buradakı analarımı, hamısını, qızlarımı, hamısı mənə doğmadır, əzizdir. Necə mənim balam, Zümrüt qızım mənə doğmadır, Sevil qızım, Zöhrə qızım, Ülviyə qızım, Seda qızım, mənim qızlarım çoxdur. Hamısı bilir ki, mən öz balalarımı çox istəyirəm. Siz də mənim üçün elə əzizsiniz, doğmasınız. Allah bütün şəhidlərimizi yenə də deyirəm, rəhmət eləsin ki, bizi birləşdirdi. Mən buradan çox sağlı deyirəm. Arzu qızım, birinci sənə, Leyla xanım sizə, Raziyə xanım sizə, Sahibə xanım sizə, Dəniz qızım sizə. Bəli, bu günləri siz gəldiniz, bu tədbiri belə gözəlləşdirdiniz, belə öz çıxışlarınızla. Pəri qızım sənə, öz heyətinlə gəlmirsən, çox gözəl. İnanın ki, mənim ürəyim baxır, fərəhlənirəm. Allah bizə belə tədbirləri keçirtməyi, qoy canımız sağ olsun ki, mən həmişə deyirəm, yaşayaq ki, yaşadaq. Salamlayıram. Mən şəhid bacısıyam, Eminin bacısıyam, bütün şəhidlərin bacısıyam. Bütün burada olanlar hamısı bizə doğmadır, biz bir ailəyik. Çox sağ olun Arzu xanım, Raziyə xanım, bizim yanımızda olan Leyla xanım, Dəniz xanım. Təşəkkür edirəm hər birinizə, şəhid ailələrinin yanındasınız. Allah var eləsin, xoş günlərdə balalarının, nəvələrinin xoş günlərində inşallah bir araya yığışaq. Çox sağ olun Arzu xanım, təşəkkür edirəm. Dəniz xanım, dənizimiz, bizim gözəl dənizimiz. Bu da sizə çox sağ olun, bizim əziyyətimizi çox çəkirsiniz. Allah var eləsin hər birinizi, çox sağ olun. Kamil jurnalistimiz bizim, doğmamız, əzizimiz, Kamil müəllimə öz təşəkkürümü bildirirəm. Biz hardayıq, Kamil müəllim oradadır.